Abşeron rayonunda qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə iyulun 20-sində Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən onun qardaşının qızı Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş, deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Abşeron rayon polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Aygün Cabbarovanın atası Nəsib Cabbarov tutulub. Rayondan gəldik, Vüqar həkim İstanbul klinikasına mənim başımı eləmək. Də həkimə göstərmək. Həkim də yazdı, elədi, müalicə, kurs müalicə olunur. İndi dərmanım qutarmışdı. Elə bilin ki, başım atılanda böyrümə düşmüşdü, bizdən biraz aralıdı. Mamqulu gecə, uşaqlar Sabir geyil. Onlar da oradaydı da. Böyrümüzə düşmüşdü, mən şey olmuşdum. Beyin sirkələmişdi, həm də cəmaat hamısı gördü, əllərim əsirdi belə. Deyir, Vüqar həkim qıza, orada işləyənlər hamısı görmüşdü. Vallahi, Rövşən bacım qızının yoldaşı, pəncərələr belə yaxındı bir-birinə. Gördüm, danışır ki, qardaşı kətdən gəl, qardaşına danışır ki, bu qohumların adını batırır Nəsib, belləyir, helləyir, qızı beldə psixolo edir, belə heylə. Axşam da danışırdı, gecə saat 2-dən. Sonra da səhər də tezdən vaxıldandan gördüm, danışır, mən də əsəbləşdim. Özümü cülovlayamədim, çay götdüm, soxdum. Sən birinci bir uşağının, uşağından bir deməmiş, uşağını öldürürsən, onun həyatını məhv edirsən, kördür uşağını. Öyle özümünki də məhv oldu. Uşaq qaldı, o birilər də qaldı atası. Səhər saat 8 idi, bıçaq elə şeydə idi, şeyin qabağında. Bu şkafın qabağında belə. Şkafın qabağında idi, bıçağı götdüm, vurdum. Şahilə Bayramlı, Cabir Məmmədov, Səs TV.